Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün gördüyünüz kimi çox maraqlı, dadlı bağırsaq dolması hazırlayacağım. Buna xan kebabı da deyirlər. Çox dadlı, ləzzətli bir yeməkdir. Bunu necə hazırlayıram? Buyurun, izləyin. İlk öncə nə edirəm? Qaraciyəri, ağciyəri təmiz-təmiz yumuşam və bunları doğrayıram. Bunları çox kiçik formada doğramağa ehtiyac yoxdur. Çünki bunları maşından keçirdəcəm. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Üç ədəd soğanı da 4 yerə bölürəm. Və bunları maşının xırda gözündən keçirdirəm. Gördüyünüz kimi bunları maşının gözündən keçirtdim. Üzərinə duz, istiyot, sarı kök əlavə edərək bunu yaxşı-yaxşı qarışdırıram. Ədviyyatlar zövqə bağlıdır. İstədiyiniz ədviyyatdan istifadə edə bilərsiniz. İçərisinə göyərti də qata bilərsiniz. Artıq içliyimiz hazır oldu. Keçirəm bağırsaqları təmizləməyə. Bağırsaqları da təmiz-təmiz hər iki tərəfini yumuşam və bunu yarım saat alma sirkəsində saxlamışam. Və bunu necə çevirdiyimi sizlər üçün göstərirəm. Piyli tərəfi içəridə olmalıdır və bunu bu formada çevirirəm. Asan formada. Mən bıçaqla çevirirəm, bağırsağın başından içəri salaraq fırladıram, çevirirəm. Belə daha asandır. Birində yenə sizlər üçün göstərirəm. Dediyim kimi piyli tərəfi içəridə olmalıdır. Gördüyünüz kimi çox asan, rahat formada bunu çevirirəm. Bağırsaqlarımız da hazır oldu. Keçirik bunların içərisini doldurmağa. Məndə bu formada kalçuk var. Et çəkən maşının içindən çıxıb. Mən bununla dolduracağım bağırsağı. Belə daha rahatdır doldurmaq. İlk öncə bu formada etdim. Gördüm ki, biraz çətin dolur. Bunu taxta qaşıqla daha rahat dolduracağım. Basa-basa. Gördüyünüz kimi taxta qaşıqla daha rahat olur içərisini doldurmaq. Artıq bağırsağı doldurdum və ağzını iplə bağlayıram. Və bunu soba listinə qoyuram. Çünki bunları sobada bişirəcəm 180 dərəcədə.
İkinci bağırsağın da alt hissəsini bağlayıram iplə tökülməsin deyə. Bu kauçuku sizlərə bir daha göstərirəm necə olduğunu. Düzdür, biraz uzun prosesli bir işdir, amma çox dadlı, maraqlı bir yeməkdir. Artıq gördüyünüz kimi ikinci bağırsağı da doldurdum və bunları bişməyə qoyuram. Artıq biraz bişib, suyu çıxıb gördüyünüz kimi diş köpüğü ilə biraz bunun havasını alıram. Belə daha rahat, içi də yaxşı bişir. Artıq kebabımız, xan kebabımız bişdi. Gördüyünüz kimi qıpqırmızı, çox dadlı, ləzzətli bir yemək alındı. Mən bunu limonla servis edəcəm. Və bunu doğrayıram. İlk öncə bunun dadına baxıram, üzərinə limon sıxaraq. Mən bu formada doğrayıram. Siz istədiyiniz formada doğraya bilərsiniz. Qaynar olduğu üçün əllərimi biraz yandırır. Və üzərinə sumaq əlavə edirəm. Belə də dadlı alınır. Bəli, dəyərli izləyicilərimiz, bir videonun daha sonuna gəldik. Bu da bizim xan kebabımız, bağırsaq dolmamız hazır oldu. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər. Sağ olun, Allah'a əmanət olun.